Niyə görə kişilər məndən yalnız cinsəlik istəyir, biz tanış olan kimi dərhal ehtiraslanırlar, başlayırlar mənimlə cinsəlikdən söhbətlər aparmağa və istəyirlər məni yatağa aparmaq. Bu nə deməkdir? Mənim yüksək enerjimdir, mənim cəzbədarlığımdır, yoxsa qadınlıq enerjimdir? Nədir bunun səbəbi? Qızlar, sizinlə Marcina Jumati və bugünkü videoda biz sizinlə aydınlıq gətirəcəyik. Hansı səbəblərdən kişilər dərhal xanımla, qadınla istəyir cinsi münasibət yaşamaq, bu tərzdə başlayırlar söhbətlər aparmaq. Biz nə etməliyik ki, bizimlə daha dərin əlaqə qurmaq istəsinlər və ümumiyyətlə bu mövzu ətrafında bizim söhbətimiz olacaq. Amma bundan öncə mən istəyirəm bir məqama toxunmaq və müraciət etmək izləyicilərə. Kimin xoşu gəlmir mənim oturuşum, görünüşüm, ətrafım, özünə qarşı hər hansısa bir davranışımı hörmətsizlik kimi qəbul edir ya da ki, düşünür ki, nəsə, sizə çox gözəl bir xəbərim var qızlar. Siz videoları izləməyə bilərsiniz. Bəli, bu qədər asan və rahat. Sadəcə izləməyə bilərsiniz. Çünki bəlkə də sizin və mənim hörmət haqqında anlayışlarımız fərqlidir və bu normaldır və mən özüm təmzimləyirəm nə dərəcədə, necə mən hörmət edirəm və göstərirəm və s. Çünki qızlar, mənim bu bir videonu çəkmək üçün həvəsim olmalıdır, enerjim olmalıdır, vaxtım olmalıdır, şəraitim olmalıdır, deməyə sözüm olmalıdır, deməyə söz üçün həvəsim olmalıdır. Yəni ki, bütün bu faktorlar üst-üstə gəlməlidir ki, bir video çəkilsin. Və əgər mən güdəcəm hansısa ideal bir vəziyyəti ya da ki, ideal bir bilmirəm, şəraiti, o zaman siz videonu yəqin ki, ildə bir dəfə görəcəksiniz. Amma mənə belə gəlir ki, buranı izləyən xanımlar istəyir indi və burada maariflənmək və daha gözəl həyat yaşamaq. Bunun üçün mən sizə əlimdən gələni şəraiti yaradıram. Bu qədər. Və gəlin keçək əsas mövzuya. Niyə görə kişilər hər hansısa bir qadınları görən kimi başlayırlar cinsəlikə keçmək və bu tərzdə söhbətləri aparmaq və s. Deməli, əlbəttə ki, belə bir davranışa məruz qalırlar baxımlı, həqiqətən də daxildən o enerjili, ehtiraslı, gözəl xanımlar. Əgər kiməsə bu təkliflər gəlmir, bu o demək deyil ki, sən gözəl deyilsən. Bu o deməkdir ki, kişi səndə daha dərin və daha önəmli bir xüsusiyyətlər görür. Önəmli nə üçün? Önəmli normal münasibət qurmaq üçün və ya ailə həyatını qurmaq üçün. Bura aiddir əlavə xanımda olan inanclar və dəyərlər. O xanımlar kimlər görür öz dəyərini sırf gözəllikdə, onun baxımlı olmağında, onun cazibədar və gözəl geyimlərində və başqa bir şeydə o bəlkə də maariflənir, amma orada bir dəyər görmür. Sırf o onun öz şəxsi yanaşmasıdır. Çünki bizim şəxsi yanaşmamız bizim enerjimizi müəyyən edir. Hansı enerjini mən dünyaya göndərirəm. Və əgər mənim ən böyük dəyərim bu gözəlliyimdir, bu bəlkə də ehtiraslı olmağımdır, bəlkə də təcrübəli olmağımdır, özümdən və cinsəlikdən zövq almağımdır və misal üçün mən daxildə bilirəm ki, mənimlə yaxınlıq edən hər bir kişi o razı qalar və mən də özüm ehtiraslıyam və s. O zaman bu enerjiyə uyğun insanlar da gəlir. Biz qarşı tərəf
haqqında ikinci hissəsində danışacağıq. İndi biz özümüzə bir portret qurmalıyıq və anlamalıyıq, bəs biz necə belə bir insanları çəkirik. O qadınlar, kimlər özündə daha böyük bir dəyəri görür. Допустим, onun bilikləri, onun həyata yanaşması, onun həyatda nail olduğu hər hansısa bir şeylər, öz maraqları, bu tip qadınların enerjisi də daha fərqli olur və onlara fərqli bir təkliflərlə yaxınlaşırlar. Amma onu da qeyd etməliyəm ki, daha gec yaxınlaşırlar. Nədir ki, həmin o daha çox ehtiraslı enerjilərdə olan xanımlara. Və kimsə indi deyəcək ki, Marcina, sən düzgün danışmırsan. Mən səninlə heç cür razı ola bilmirəm. Axı mən öz inkişafla məşğulum, öz maraqlarım var, öz pulumu qazanıram, ailə canlıyam, gözəl tərbiyəm var, mənim çox yüksək dəyərlərim var və eyni zamanda da baxımlıyam, gözələm, cəzbədaram və ehtiraslıyam. Və niyə görə mənə sırf yalnız cinsəlik ya da ki, qeyri-ciddi bir təkliflər gəlirlər? Və mən sizə deyəcəm, qızlar, mən sizinlə tamamilə razıyam. Amma bizə, hər birimizə, istənilən xanıma, istər vəbşə ümumiyyətlə cinsəlikdən heç xəbəri olmayan xanımlara, istər olanlara, həyatın hər bir dönəmində, hər bir anında bu tip təkliflər gələ bilər. Və bunlar normal və təbii bir haldır. Çünki biz sizinlə yaşayırıq canlı, fərqli insanlarla dolu bir dünyada. Burada məsələ ondadır ki, biz nələrə fikir veririk və nə dərəcədə bu təklifləri özümüzə aid edirik. Допустим, tanış olursan hansısa bir oğlanla, bir gün, 2 gün sonra o deyir ki, hə, gedək kabinetə, hə, mən istəyirəm səni hiss etmək, mən istəyirəm səni öpmək və s. Və sən başlayırsan bunun səbəbini özündə axtarmaq. Düzdür, ola bilsin səbəb səndə var, səndədir. Amma fərqi yoxdur, sən necəsən, fərqi var, o necədir. Допустим, o baxır ki, aha, bu xanım elə ancaq ehtirasdan danışır ya da ki, ancaq belə flört edir və məni ehtiraslandırır. Amma əgər onun marağı var səni tanımaq daha ciddi, daha dərin, o bunları gözəl bir bonus əlavə kimi qəbul edəcək ki, wow, o hələ də belədir, belədir, belədir. Amma tanıyım bu qadının daxili dünyasını. Və bəzən görünür ki, xanımın daxili dünyası o qədər də geniş deyil və heç bir şey qalmır, yalnız cinsəllik yaşamaqdan və çıxıb getməkdən başqa. Ya da ki, sadəcə davamlı fucking body yaşamaq. Bundan əlavə, qızlar, mən sizə onu da etiraf etməliyəm ki, indiki dövrdə bizim gənclərimiz o qədər də kişilərdən söhbət gedir. Marağında deyirlər qadınlarla yaxın, dərin ünsiyyət qurmaq. Onlar marağındadılar. Sadəcə vaxt keçirmək, bilmirəm, 5-6 hansısa kluba getmək, orada içmək, sonra da otelə getmək ya da ki, hansısa, bilmirəm, evə, в общем, harasa getmək və bu qədər. Bu qədər. Bir neçə dəfə və bu qədər. Bunun bir neçə faktorları var. Çünki gənclər hiss olunur ki, o dərinliyi o qədər də axtarmırlar və onlara maraqlı deyil. Çünki özləri də o qədər də dərin deyil. Dərin olanlar, onların həyata baxışları və həyatda axtardığı şeylər daha biraz fərqlidir və onlar tələsmirlər. Hansısa ünsiyyət, münasibət qurmaq, onlar da öz işləri ilə məşğuldular, karyera qururlar, öz gələcəyini yaradırlar və ola bilsin
özünə uyğun bir xanımı tapanda o onunla ünsiyyət quracaq, münasibət quracaq. Amma bu tip insanlar və bu tip davranış bu daha gec əmələ gəlir. Yəni ki, hər gün kiminləsə tanış olub, onu dərindən tanımaq heç kəs istəmir. Amma hər gün istəyirsən qəşəng vaxt keçirmək, sevişmək, cinsəllik yaşamaq, bunu hər gün istəyirlər. Amma hər gün insanı dərindən tanımaq, insanın təbiətini tanımaq, insanın dəyərlərini, içini, çölünü tanımaq hər gün istəmirsən. Onun üçün həyatın müəyyən bir dövrü olmalıdır. Harda sən hiss edirsən ki, sən hazırsan ciddi münasibət üçün. Ciddi münasibətə kimsə hazırdır, kimsə hazır deyil, kimsə ümumiyyətlə bilir ki, o evlənəcək müəyyən bir tip xanımla. Допустим, evdə ona kimisə tapacaqlar ya da ki, razılıq verməlidirlər və o onunla evlənəcək. Buna görə də nə? Buna görə də hər tanış olduğu xanımla o yaxın bir təmas qurmaq, o tələsmir. O sadəcə istəyir xoş vaxt keçirmək. Xoş vaxt keçirmək, bəli, sən cazibədərsən, bəli, sən bəlkə maraqlısan, bəlkə gözəl flört edirsən, ehtiras oyadırsan və s. və o sənə yaxınlaşır. Və nə etmək olar, əgər sırf sənə, sən dinləyirsən bu videonu və sırf sənə hər zaman insanlar, kişilər bu tip təkliflərlə gəlir. Ya da ki, ümumiyyətlə qızlar, kimə müəyyən bir tip, допустим, evli kişilər. Evli kişilər onlar nə istəyir? Onlar istəyir yaxşı vaxt keçirmək, onlar istəyir dincəlmək. Onlar istəmir hansısa bir dərin ünsiyyət, onlar istəmir hansısa bir, bilmirəm, səni tanımaq ya da ki, dərinliyə getmək istəmirlər. Onlar istəyirlər yaxşı vaxt keçirmək. Və sadəcə udiçkanı atırlar. Ona, buna, kimdə alındı, alındı. Sən nə etməlisən bu halda? Qızlar, ilk növbədə müəyyən etmək lazımdır sırf sənə münasibətdən nə lazımdır, kişidən nə lazımdır. Допустим, sən də deyəcəksən, Marcina, mən istəyirəm ciddi münasibət, mən istəyirəm mənim daxili dünyamı tanımaq istəsinlər və mən istəyirəm biz münasibəti quraq o tərzdə ki, sonra evlənək. Mən sənə deyəcəm, lap yaxşı, əla, çox gözəl və təbii bir istəkdir. O zaman hər dəfə sənə kimsə yaxınlaşır, səninlə kimsə tanış olur, sən dərhal baxmalısan. Bu insan sənin bu tələblərə cavab verirmi, yoxsa yox? Допустим, gəlir bir evli bir insan. O sənin bu ehtiyaclara cavab verirmi? Xeyr, yox. Ola bilsin, paralel olaraq sən deyirsən, gəlsin kimsə və mənə maddi dəstək göstərsin. O zaman sən baxa bilərsən, okey, bu da sənin bir variantın kimidir, uyğundur, yoxsa yox. Sən deyəcəksən, yox, допустим, mənə lazım deyil, ancaq ciddi münasibət və normal ciddi münasibət. Yəni ki, evliliyə bəlkə apardı, bəlkə aparmadı, amma münasibət ciddi olsun və biz ikimiz də bilək ki, əgər hər bir şey yaxşı olarsa, sonra biz ailə həyatı quracağıq. Gəlir sənin həyatıma, допустим, evli olmayan subay bir oğlan və sən baxırsan, onun həyat tərzi necədir? Допустим, hər altı bazar hansısa klub, gedək kluba, gedək içək, gedək hansısa yüngül bir maraqlar. Siz uzun danışmırsınız ya da ki, danışırsınız sadəcə adi gündəlik bir ehtiyaclardan və danışmırsınız gələcəkdən, gələcək üçün arzulardan, planlardan, dəyərlərdən, sən necə həyatını görürsən, misal üçün 4 ildən, 5 ildən sonra o necə görür və danışdıqca hiss edirsiniz, misal üçün sizin məqsədləriniz eynidir, ailə həyatı qurmaq, uşaqlara sahib olmaq və s. Sizin danışığınız sadəcə hara getdin, nə yedin, nə içdin, kimlə danışdın, danışmadın. Belə bilirsiniz, güya ki söhbət var, amma bu söhbət nəticəsində heç bir məna yoxdur bu söhbətdə. Çünki kimsə bilsə də mən bugün nə yemişəm, bilməsə də bu mənim haqqımda heç bir şey
ətraflı danışmır, heç bir məlumat vermir mənim haqqımda. Sadəcə məlumat verir ki, hə mən yemişəm, mən içmişəm, mən video çəkmişəm, ya da ki, tam harasa qonaq getmişəm və s. Və sən görürsən ki, допустим, ünsiyyət dərinləşmir, bu bir. İkincisi də başlanır bu cinsəllik söhbətləri. Və sən nə edirsən? Deyirsən ki, bu söhbətlər mənə uyğun deyil. Mən istəyirəm normal cinsi münasibət. Mən istəyirəm normal, ciddi münasibət qurmaq və bu qədər. Çox güman ki, siz eşidəcəksiniz ki, axı ciddi münasibət qurmaq üçün mən səni tanımalıyam, səni yataqda bilməliyəm, görməliyəm, necəsən orada və s. Və siz yenə də deyə bilərsiniz, əla, super, prosto mənə bu uyğun deyil. Mənə uyğundur biraz başqa tip ünsiyyət, dəyərlər və yanaşmalar. Və vəsə. O əlbəttə ki, orada deyəcək ki, kimsə sizə deyəcək ki, super, yaxşı yol. Və vəsə. Kimsə sizə deyəcək ki, oy, yox, sən nəsə, indi vaxt mənə çatanda, yəni ki, manipulyasiyalar edəcək. Bu da onun haqqıdır. Kimsə də fərqli bir cavablar siz alacaqsınız. Amma sizdə hər zaman olmalıdır fokus mənə, özünə, mənə nə lazımdır? Mənə əgər lazımdırsa ciddi münasibət, deməli mən qururam ciddi münasibət və mənə fərqi yoxdur o qarşıdakı tərəf nə istəyir. Bəli, əgər o sizdən istəyir, tam bilmirəm, anket doldurmaq ki, mən səni daha yaxşı tanıyım və o anketdə belə bir punktlar yoxdur harda. Neçə dənə sənin partnyorun olub, neçə dəfə, bilmirəm, öpüşmüsən. O anketdə, misal üçün, hansı sənin hobbilərin var, hansı sənin maraqların var, sənin dəyərlərin necədir və s. Bu tip anket o, əgər səndən istəyirsə doldurmaq. Hiss olunur ki, insan səni daha yaxşı tanımaq həqiqətən də istəyir. Amma əgər bu sadəcə boş-boş söhbətlərdir və sadəcə vaxt keçirməkdir, yenə də qızlar, bu nə pisdir, nə yaxşıdır. Bu sadəcə sənin bugünkü məqsədinə uyğundur, ya da ki, uyğun deyil. Bu qədər. Bu qədər asan. Və vəsə. Və bir də mən sizə tövsiyə edərəm, qızlar, özünə sevgi üzərində işləmək. Çünki o xanımlar kimlərə təsəlli verir, kimlərə bu, o məndən dərhal cinsəlik istədi, deməli mən belə superəm, cəzbədarım və s. Bu yalnız onun göstəricisidir ki, sənə o diqqət, o baxışlar çatmır. Ona görə ki, sən özünə bunları vermirsən, özünə qarşı o sevgini göstərmirsən və başqalarından bunu gözləyirsən. Və təbii ki, kimdənsə random bir oğlandan bunu alandan sonra səndə təsdiq olundu ki, mən belə super gözələm, super cazibədərəm və s. Halbuki sən əgər bunu öz haqqında bilirsənsə, belə bir şeylər səni sadəcə bildiyimi təsdiq edirlər və bu qədər. Hansısa burada super bir şey yoxdur. Və vəsə. Və növbəti videoda mən sizə bir dənə də mövzu açıqlayacağam. Niyə görə bir dəfə cinsəlikdən sonra kişilər itir və bu halda nə etmək lazımdır? Bu videonu daha uzatmaq istəmirəm. Sizinlə Marcina Jumati idi. Mən kitablar müəllifiyəm. Mənim Instagramda, YouTube'da faydalı videolarım var. Bu videonun altında bütün keçid linkləri sizə paylaşıram. İstifadə edin, yararlanın və öpürəm sizi hələlik.